Vaxtınız xeyirli olsun değerli dostlar, əziz dinləyicilərimiz, hər birinizi salamlayırıq və biznesin tam mərkəzindəyik hər zaman kimi. Mikrofon önündə Rüfət Nadirlidir. İş dünyasının nəbzini tutmaqda da davam edirik və biznes mərkəzi sahibkarlar klubumuza məxsus olan radyo proqramımızdır. Araz FM-də sizi salamlayırıq. 2-yə qədər bərabərliyimiz sürəcək və bugün biz çox əla bir mövzu çərçivəsindən sizinlə danışacağıq. Bəli, yaxşı bir mövzudur. Bugün biz tikintidə keyfiyyətə nəzarətdən danışacağıq. Tikintidə keyfiyyətə nəzarət dedikdə ümumiyyətlə nələr əhatə edə bilərik? Bunları bilməliyik və maariflənmək üçün də bugün efirimizi əhatə eləmişik buna və çox dəyərli bir mütəxəssisimizi dəvət etmişik ki, onunla danışaq. Baku Inspection Solution şirkətinin deməli təsisçi və direktoru Zülfüqar müəllim bizimlə bərabərdir. Zülfüqar Hüseynov. Xoş gördük. Salam, xoş gördük. Necəsiz? Şükür, siz necəsiniz? Keyfiniz, əhvalınız? Şükür Allah'a. Siz də bir evində qalırsınız? Bəli, maşallah o qədər geniş açıqlama verdiniz ki, ilkin girişdə məlumatları mənə gəldi ki, kifayət qədər sual yarandı. Yarandı, yəni ki, sizin verdiyiniz o informasiyadan sonra bəlkə də belə deyim də cəmiyyətimizdə olan insanların çoxu ki, maariflənməməyin belə deyək ki, o sualları bilmirlər, amma maşallah kifayət qədər sual yarandı, mənə gəldi ki, onların sualları cavablandırmaq. Hətta dinləyicilərimiz belə paylaşma edəndə biz artıq yazıblar, indi onları da səsləndirəcəyik. Əlbəttə ki. Siz bina evinə neçə ildir köçmüsünüz? Ümumiyyətlə, həmişə bina evində qalmışam mən. Yaxşı, siz indi sizi tanımayan şəxs, tam başqa sual verirəm. Təbii ki, sizin təcrübənizə heç birimizin şübhəmiz yoxdur. Maşallah olsun. Sizin ən çox dostlar, tanımayan dostlar, bilməyən dostlar deyim ki, Zülfüqar müəllimi mən hətta qiyabı olaraq tanıyanda onun podkastlarıyla tanımışam. Bugün də var. Qarşıma çıxır podkastlarını bu tikintidə keyfiyyətə nəzarət məsələlərinə çox operativ, çox aydın şəkildə izah edir və istədi ki, bugün də o maariflənmə tərəfini buradan müzakirə edək. Tutaq ki, sizi tanımırlar və ev almağa getmir. Sizə də biz mənim dediyim şeyləri deyirdilər. Təzə binada nə gözləyirsiniz? Özdə 100% ki, hərə bir ərin qoyub daşın üstünə and içir. And içir. Əlbəttə ki, and olsun deyir, ərimi qoyuram, bura heç nə dəyməyib. Məsələ burasındadır ki, əlini hara qoyurdu yəni? Fərq eləməz də bir daşın üzərinə, boyanın üzərinə qoyur, and içir ki, bura heç nə olmayıb da. Bizim o maşın alversilərinin o bəzi lətifələri olur, ona oxşayan bir məsələdir. Eynən belə bir şeylər də baş verir. Amma bəli, əfsuslar olsun ki, həqiqət öz yerində də qalır. Maariflənmək hər zaman lazımdır. Birinci sizə təşəkkür edirəm dəvətinizdən ötürü ki, belə məsələlərə, belə maarifləndirici verilişləri gündəmə gətirirsiniz. Bəli, Azərbaycanda bu günləri tikintidə keyfiyyətə nəzarət və yaxud da ki, inspeksiya xidmətləri mən deyərdim ki, sadə cəmaatımızda hələ də çox böyük faizlə maariflənməyib. Əsasən şirkətlər bu işlə məşğul olurlar, yəni hansısa bir layihələri görən şirkətlər, istəyir neft-qaz sektorunda olsun, istəyir yaşayış obyektlərinin tikintisində olsun, bu məsələlərlə biz tez-tez rastlaşırıq. Və məhz də Baku Inspection Solution olaraq biz inspeksiya xidmətlərinin və bir də beynəlxalq treninqlərin təşkili ilə məşğuluq. Əla. Şirkətlər, bax, indi müxtəlif tikinti şirkətləri var da, sizlərlə bu Solution şirkəti olaraq və belə deyək də, kənar üçüncü tərəf kimi audit xidməti göstərirsiniz də. Yəni, sizinlə çalışanların sayı kifayət qədərdir. Yoxsa da bugün bazarda hələ də çalışmayanlar var. Yoxsa bu ümumiyyətlə hər bir tikinti şirkəti belə bir auditlə çalışmalıdırmı? Belə deyək də, məsələyə tam istəyərdim ki, sırf o profesional tərəfdən yanaşaq da. Bəli, sualınız əslində çox gözəl sualdır. Burada sual buradan yaranır ki, birinci biz üçüncü tərəf... Siz necə üzrdən verdim bu sualı? Yəni, bizi dinləyən, tutaq ki, bir tikinti şirkətinin nümayəndəsidir və yaxud da ki, yaşayan bir, kompleksdə yaşayan bir adamdır. Deyir, mənim iki tərəfdə də müqavilə olmuşam, bunun da aidiyyatı üzrə cavabdeh olan insanları var, mən də burada varam. Üçüncü tərəfə nə ehtiyac var? Yəni, biz o tərəfin niyəsinin sualının cavabını tapaq. Mütləq, bəli. Sual əslində yenə deyəm də çox yerində olan bir sualdır. İndi mən isə istəyirəm ki, suala yox, suala həm sual verim, həm də cavab verim.
Mən axı niyə inanmalıyam mən tikinti şirkəti? Kim söz tikdiyinə deyə bilər ki, pisdir. Heç kim ayranla tuş demir. Heç vaxt da deməyəcək. Bizim çayımız görsən nə qəşəngdir. Bəli, heç vaxt mən deyəmmərəm pisdir. Məsələ burasındadır. Ona görə də istənilən tikinti şirkəti bəli Azərbaycanda kifayət qədər yaxşı, gözəl, mütəxəssis, ixtisaslaşmış tikinti şirkətlərimiz var. Mən buna yox demirəm. Amma kifayət qədər də dəladuz və keyfiyyətsiz iş görən şirkətlərimiz də var. Tamamilə doğru. Yəni bu fikrin necə əsaslandıraq? Yəni bizim buradakı fikirlərimiz heç də neqativ deyil. Kifayət qədər də bu tikinti bazarında keyfiyyətli şirkətlərimiz də var. Bəli, keyfiyyətli tikinti ilə də məşğuldurlar. Gözəl layihələr dedirlər və biz də onlarla qürur duyuruq. Bizim mövzumuz ümumidir. Ümumi və ümumi yanaşmamızda problemlər də var. Ümumi yanaşma deyəndə biz standartın tələblərini yerinə yetiririk, yoxsa yox. Misal üçün bizə əyləşmişik bu dəqiqə radioda, əgər istənilən halda siz bu işlə məşğulsuz, əgər biz standartlardan danışırıqsa, sizdə səsin yayımlanmasının özünün də bir standartı var, işığın fonunun özünün standartı var, soyuq işıq var, isti işıq var. Bunlar hamısı standartlarla tənzimlənir. Bayaq qeyd elədiyiniz kimi ki, səsin keçirilməməsi də var. Bəli, izolyasiya şöbəsi var, bəli, səsin keçirilməməsi var. İndi mən sual verirəm. Bu səsin keçirilməməsi izolyasiyasını kim yoxlayıb burada? Onu biz yoxlayırıq. Biz yoxlayırıq, deyirik ki, bəli, sizin qurduğunuz bu müdafiə sistemi səsdən ötürü bu qədər keçərlidir, yoxsa keçərli deyil. Və yaxud da ki, əyləşdiyiniz stolun, fərq eləməz, mən xırda şeylərdən başlayıram. Düz edirsiniz. Bu binalarda da elədir. Binaların özünün ümumi yoxlanışı. Az qala qonşunun nə danışdığını eşidir. Bəli. Birisi nətərdir? Biz bunu deyirik ki, qonşu danışdığını eşidir və bunun kökündə dayanır yalnız keyfiyyət. Bəli, orada keyfiyyətli izolyasiya olmayıb, keyfiyyətli qorunmalar olmayıb, keyfiyyətli monoritlər, nə bilim, quraşdırılmayıb. Özdə çox deyir orada bir səbəblər, bir deyir, yəni hamısını birdən deyir. Necə deyir, hamısını birdən desəm nağıl qalmaz sabah. Ki, belə bir şey var. Yəni bunlar çoxdur. Və buna da görə də üçüncü tərəf yoxlaması, inspeksiya xidmətləri bildiyimiz qədər lazım yox, vacib faktorlardan biridir. Bugünkü gündə. Tutaq ki, mən bir inspeksiya xidməti göstərirəm, şirkət olaraq, şirkət mənə niyə görə müraciət eləsin? Yəni, sual buradan başladı. Mən də sual verirəm ki, yaxşı, sən evin aldığın adamdan və yaxud da ki, tikdiyindən niyə görə ona inanırsan? Yəni, sən inanmağın səbəbi nədir? Elementar bir misaldır. İkinci əl maşını alırsan, 10 min, 15 min qiyməti var. Qaçırsan o saat ustanın yanındakı usta bunu bir dənə yoxla, görüb necədir vəziyyəti. Yəni sən... Siz ikinci əl deyirsiniz, mən servisdən aldığıma da inanmıram. Bəli, tamamilə doğrudur. Əslində faktor bilirsiniz nə deyir? Yəni əslində... Mən hərdən deyirlər ki, sən servisdən aldığına inanmırsan. Deyirəm ki, o qədər markalar var ki, istehsal edib geri qaytarırlar. Onun standartı var. Aldığınız maşının, hətta zavoddan buraxılış maşınında sizin yoxlatdırmaq hüququnuz var birbaşa. Çünki yoxlatdırırsan ki... Biz dəfələrlə görmüşük, bir marka şirkət gətirir avtomobillərini, 10 minlərlə avtomobili sonra geri göndərir. Niyə? Elə belə göndərmir ki, gedə biləm, bir filan ölkəni gəzək gələk. Məsələ odur ki, texniki problem var deyə geri göndərirlər. Məsələ də burasındadır ki, bugünkü gündə istəyir aldığımız ev, istəyir yaşadığımız ev, istəyir tikdiyimiz və yaxud da istəyir də tikəcəyimiz fərq eləməz. Bunlar hamısı yoxlanmadan, yəni yoxlanmadan keçmədən, inspeksiyadan keçmədən, onun metalı, onun boyası, onun sementi, onun daşı, qumu, yeri. Verişdən öncə sizdən bir söhbət edirdik. Yaxşı bir məqama toxundunuz ki, ümumiyyətlə də binaların çökmə səbəblərindən də bəli, yeraltı geologiyanın öyrənilməməsi, quruntların öyrənilməməsi, trambovkaların düzgün olunmaması, bunlar hamısı inspeksiya xidmətlərinə daxil. Yəni, işin görülməsi ayrı bir məsələdir. Görüləndən sonra və yaxud da görülərkən və yaxud da görülməmişdən qabaq, ümumiyyətlə, inspeksiya özü 3 hissəyə bölünür. Bunu qısa olaraq deyim ki, işin əvvəlində, işin gedişatında və işdən sonra. Yəni, bunlar olmalıdır. Və bunlar əgər yoxdursa, bu yoxlamalar yoxdursa, əlbəttə ki, bazarda tikənlər həmişə at oynadacaqlar. Şəxsən özümün rəsmi statistikamdır. Yəni, bunu mənə heç kim deməyib. Mən bir il ərzində haradasa 30-dan yuxarı sifarişdə, özdəki söhbət gedir, hələ mən layihələrdən danışmıram sizə, şəxsi fərdi evlərdən danışıram. Yəni, bildiyimiz kiçik bağ evləri və yaxud da ki, digər evlər 30-dan yuxarı mən sifarişim içərisində 29-unun müştərilərin necə aldatdıqlarını görmüşəm. Bax, mərimdə fakt yəni yoxlamışıq. Hətta bax, bu dəqiqə radioya gəlməmişdən bir yarım saat qabaq yenə bir zəng gəldi.
beton döşəmələr töküblər, hal vəziyyəti belədir, falandır, bəhməndir. Kompleksdə? Yox, adicə bir fərdi yaşayış evindən gedir söhbət. Hələ indi söhbət gedirsə böyük layihələrdən, böyük gedir komplekslərdən. Paytaxtda bölgədə? Paytaxtda. Bölgələrdən ümumiyyətlə heç danışmırıq, biz söhbət eləmirik. Niyə görə eləmirik? Əslində bölgələrdə də bir dəqiqə vəziyyət o qədər də xoşa gələn deyil o məsələdə. Zülfiqar müəllim, məsələ nə yerdədir? İndi hər hansı bir məsələ olur, indi dost-tanış söhbət edirik. Nəyisə öyrənmək istəyir qanun tərəfi. Bu bölgədə də belədir. Deyirəm qardaş, qanun hər yerdə elədir. Yəni qanunun paytaxt üçün, bölgələr üçün ayrı-ayrı yazılmır ki. Tikintidə də elə bir haldır. Yəni tikinti standartlar varsa bu paytaxt üçün də keçərlidir, bölgə üçün də keçərlidir. Yəni bölgədə heç kim görməz, heç kim yanaşmaz söhbəti yoxdur ki. Azərbaycanın hər qarışı üçün, hər kvadrat metr üçün keçərlidir. Bəli. Yəni Azərbaycan Respublikasının dövlət normativ tikinti normativləri var. Yəni bu normativ hər yerdə keçərlidir bizim üçün. Yəni eyni zamanda buna vurğulayım ki, inspeksiya deyəndə, yəni biz bir mənalı şəkildə, yəni ki, özümüzü qorxutmalı deyilik. Sən hətta aldığın evin çox kiçik bir faiz məbləği ilə sən onu yoxlatdıra bilib, ona arxayın ola bilərsən. İndi mən sual verim sizə də, son bir ildə nə qədər qəzaları görürük, eşidirik. Radio və televiziya vasitəsilə, sosial şəbəkə vasitəsilə, daxildə ora çökmələr, daxildə ora yanğınlar, daxildə ora boru xəttlərin partlaması, daxildə ora filan. Bunların hamısı inspeksiyadan irəli gəlir. Mən bu yaxınlarda heç bir həftənin söhbəti deyil. Görürsən, yeni vaxt olur ki, tikinti gedir, tikinti gedərkən çökmə baş verir. Bəli. Yaxınlarda bir yaxın yoldaş var idi, evində yanğın baş verir. Məsələn olur ki, el dilindən düşük, taxdığı bir nə bilim soyuducunun, indi rozetka rus dilində deyəcəm çıxacaq, indi yuvacıq deyim ki, bəlkə də bu formada, yəni başa düşülən olsun. Mən də deyək, niyə görə artıq öyrəşməliyik. Bəli, o sözləri də artıq gətirməliyik. Ona görə ki, bəzən biz demirik, işlətmirik. Ona görə dinləyicilər istəyir qıraqdan onlar Azərbaycan dilimizə gərək hörmətlə yanaşaq. Bəli. Baxıb görürsən ki, adi bir boşluğun səbəbindən evə bir 3-4 min falan ziyan dəyir. Nə gəlir? Yaxşı, Rüfət müəllimdən mən soruşum, axırıncı dəfə evinizin hansısa, nəyinsə yoxlatdırmısınız? Elektriklər mi? Yox, ümumiyyətlə. Bir evə bir mütəxəssis çağırmısınız ki, gəl sənə bir stəkan çay verəcəm, gəl mən üçün buranı yoxla ki. Bəli, olub. Olub. Elektrik xətlərini də xüsusi yoxlatdırmışam. Əla. Və hələ yaşadığım yerə köçmədən öncə də yoxlatdırmışam. Və mənim də az-çox yəni sizin yanınızda demək biraz böyük olar. İnşaat təcrübəm olduğundan. Çox gözəl. Hətta mən evin o divar kağızlarına qədər, qapıya qədər yoxlamışam. İndi deməyəcəm məsələn, reklamda onu detallı sizə izah edərəm. Xırda bir məqamlar oldu ki, o əslində şirkət üçün və yaxud da kim üçünsə xırda ola bilər, amma mənim üçün o bir müştəri olaraq nüans idi. Yəni bu cür hallar olur. Amma ümumi məsələn mən onu özüm istəyərək eləmişəm. Amma onu gəlin görək mənim indiyə qədər qonşularım və yaxud da ki buradan sual verib neçə nəfər istər fərdi evə, istər bağ evinə, istər ikinci əl, istər neçənci əl ev alanda köçəndə edən var mı? Mən deyərdim də. Məsələn mənim ən qorxduğum məqamlardan da elektrik xətlərdim, ona yoxlamışam. Misal üçün siz elektrik xəttindən qoruyursunuz ki, ona görə ki elektrik xəttində yanğınlardan gedirsiniz. Bəli. Biri çökmə. Həmin yuvacıqların düzgün ötürülməməsidir. Adidə bir çökmənin özündə elektrik xətti nə qədər yaxşı olsa da öz yerincə dəyişəcək, yenə də həmin hadisə baş verəcək. Betonun içərisindəki sənin əgər və yaxud da ki metalın özündə səndə bir korroziya olacaqsa, bir qaynaq tikində bir çat verəcəksə, yenə də avtomatik olaraq bir-birinə ardıcıl olaraq təsir eləyəcək bu məsələlər. Bilirsiniz, bir var gözlədən görsənən, bir də var görsənməyən məsələlər var. Yəni buna deyirlər ki, o deyir o gizli işlər deyirlər. Hətta Azərbaycan dilində belə də gedir o. O həmin o yoxlamalardan gedir söhbət. Siz bunu görə bilmirsiniz. Yəni ki, əslində bunu kim görür? Bunu ancaq biz görürük. Yəni üçüncü tərəf yoxlamalar, inspeksiya xidmətləri. Siz yaşadığınız evdə hər şey yoxlamısınız? Yəni ki, yoxlamışam, 6 aydan bir audit edirəm. Evdə uşaqların əlinə bir listə verirəm, kağız verirəm ki, bir-bir yoxlayım. Qeyd edirik. Bəs aidiyyatı məsələləri, aidiyyatı şirkətə bildirirsiniz?
Bildirirəm, hətta yerindən, misal üçün bu yaxınlarda belə bir hadisə oldu ki, Qısa cavab alın. Bildirirsiniz, nə cavab gəlir? bildiririk, deyirlər ki, özü səll eləyin. Necə özünüz əldə eləyək? Axı indi başqa bir məsələ, o başqa tamam ayrı bir mövzudur. Sənsə bir məsələ ortaya Binanı mən çıxırsa, tikmişəm. yox, binanı sən tikməmisən, amma bina sənin artıq fərdi yaşayışa çevrilirsə, sən birbaşa artıq ona cavabdehsən, yaşadığın mənzilə Yox, cavabdehsən. mən yaşadığıma cavabdehəm, amma bu bir tərəfdən də məsuliyyətdən xilas olma deyilmi? İndi baxaq görək Yəni mən əvvəlində mən olmamışam. Yəni mən evi təqdim elədim. Bundan sonra problem sənindir deyə bəlkə bu problem elə sən tikəndə elə idi. İndi Mən misal üçün deyirəm, amma Yox, bilmirəm mən siz çox harda gözəl- yaşayırsınız. çox Mən gözəl- X bir yaşayış kompleksi mən deyirəm. çox gözəl başa düşürəm Yəni sizi. mənim baxışım hər hansı bir insanın ola bilər. Bəli, mən Yəni- çox gözəl başa düşürəm. Çünki heç bilmirəm hansı istiqamətdə yaşayırsınız. Məsələ burasındadır ki, biz nəyisə bir alandan sonra belə bir söz var deyir 14 gündən sonra artıq deyir ki, da Bəli. geri qaytarmaq söhbəti yoxdur. Geyim məsələləriniz var. Bəli, geyim məsələlərində artıq birbaşa məsuliyyət özümüz daşıyırıq və bunu da buradan səsləndirmək lazımdır ki, heç də sizə görə kimsə məsuliyyət daşımayacaq. Yəni bir mənalı şəkildə bəlkə də hüquqşünaslar daha yaxşı bilərlər bu tərəfini mən deyə bilmərəm. Amma mən gördüyüm 99% hallarda bu cür olub, bu formada olub. Dəyərli dostlar, mikrofon öndə mən Əmr Rüfət, digər mikrofon öndə isə bizim dəyərli qonağımız Zülfüqar müəllimdir. Baku Inspection Solution şirkətinin təsisçi və direktoru. Bu gün biz tikintidə keyfiyyətə nəzarətdən danışırıq. Sizin də sual və fikirləriniz varsa, indi biz girişi maraqlı müzakirələr çərçivəsində elədik ki, biz bəzi suallarımızı da sizinlə paylaşdıq və suallarımıza cavab tapdıq. Sizin də əgər suallarınız varsa, hətta fikirləriniz də ola bilər, sualınız yox. Bəlkə də bu sayədə kifayət qədər siz də bilgiyə sahibsiniz, məlumatınız var, tövsiyələriniz var, bilgiləriniz var. Hər hansı bir tikinti ilə bağlı bir xoşa gəlməz nə ilə üzləşmisiniz və yaxud da əksinə yaxşı bir nəsə görmüsünüz. Çünki hər iki tərəfə deməkdə fayda var. Fikirlərinizi bizimlə bölüşə bilərsiniz. 099 810 33 WhatsApp nömrəmizdir. Yaza bilərsiniz. Səsli mesaj göndərə bilərsiniz. Necə ki, yazan dinləyicilərimiz var. Zülfüqar müəllim, davam edək elə dinləyicilərimizin Bəli, fikirləri ilə. 41-40-dan yazılar ki, təzə binanın zəlzələyə dözümlü olub-olmadığını sadə vətəndaşlar özü necə anlaya bilər? Ümumiyyətlə sadə vətəndaşlar bunu anlamaqdan ötürü gərək necə deyirlər, bir 4-5 il oxusunlar, sonra 5-10 il təcrübə yığsınlar. Əlbəttə ki, bu alınan bir məsələ deyil. Yalnız üçüncü tərəflərin yoxlaması ilə və eyni zamanda ki, tikinti şirkəti tərəfindən ki, onlara hər hansı bir zəmanət verir ki, həqiqətən də biz zəlzələyə dövümlü, davamlı bir bina tikmişik, onlar ki, sənədlərini təqdim edirlər. Ərazidəki yerlər, coğrafi yerlər açıqlanırmı? Məsələn, falan ərazi, falan zəlzələyə bu ballıq zəlzələ dözə bilir. Bizdə tikilən, istənilən tikinti binalarda seismologiyadan mütləq keçməlidirlər. Və onlar da keçirlər və bu barədə də sənəd də alırlar. Yəni bir mənalı şəkildə belədir. Tutaq ki, bu ərazi 7 ballıq zəlzələ dözümlüdür və sənin tikdiyin, yəni ki, sifarişçinin tikdiyi, belə deyək də, sahibkarın tikdiyi hər hansı bir tikinti həqiqətən də buna dözürmü söhbəti var. Yəni o yerəcən bunlar yoxlanılır. Əlbəttə ki, sadə vətəndaş yəni onlara müraciət edib və eyni zamanda soruşa bilər və o sənədləri də istəyə bilər. Onlar da onu təqdim eləmək, belə deyək də, qarşılıqlı olmalıdır. Bütün alış-verişlər və inandırıcı olmalıdır. Təqdim etmək həvəsli olmalıdırlar. Həvəsli olmalıdırlar, həm də müştərini ümumiyyətlə inandırmaqdan ötürü də müştərinin qarşısına elə faktlar qoymalıdırlar ki, yəni sözlə yox, sənədlə, sübutla və eyni zamanda əgər müştəri eyni zamanda da inanmırsa, heç bir problem də yoxdur. İnanmamaq bir kimi hüququ da var ki, üçüncü tərəfləri dəvət edib, üçüncü tərəf dəvət edib öz aldığı mənzilimi deyəkmi, yerimi deyəkmi, bunu yoxlatdırır ki, bir zəhmət olmasa bir baxın, görək burada vəziyyət nə yerdədir. Mən də öz əlimdən gələni edirəm ki, ona daha düzgünlərini deyim. Belə deyək də, daha çox qüsur çıxardırıq. 7407 yazır ki, tikintini təcili təhvil vermək təzyiqi yarananda ilk olaraq hansı keyfiyyət standartı qurban verilir? Ümumiyyətlə, bu bizdə belə bir bəladır ki, tez tələsi təhvil vermək, tutaq ki... Bunu bəzən müştəri də deyir, ha, tez olmayacaq. Bəli. Mən bir də köçmək istəyirəm. Bəladır bu, yəni bildiyimiz bir bəladır və bu, hətta belə bir faktlarla da biz tez-tez rastlaşırıq da, tez təhvil verəndə keyfiyyət standartları mən sizə deyim də bir 70%-ə qədər azaldılır. Yəni rəqəmlə deyim ki,
artıq o sualı verən və yaxud da dinləyicinin özündə bir təsəvvür yaran. 70% standart qurban verilir. Açın sosial şəbəkələri baxın da, görün ki, binalarda nə hoqqalar çıxardırlar. Bəzən düzdür, o belə deyə həvəskar çəkilişlər göstərirlər. Biri betonu sökür, biri vurur ayağına düşür, biri nə pləkəni vurur düşür, biri nə hələ bu üzdə görsənənlərdir ha. Biri tavan vurur, tavan üzərinə gəlir. Yəni var da bu sosial şəbəkələrdə. Yəni 70%-dan düşür. Təsəvvür elə ki, sən gedirdin nəyisə almağa, 100 manatlıq bir məhsul alacaqdın, 100 manatı çölə atdın, bir yana dursun, özü də təhlükəyə atdın. Belə bir şeydir. Elə bir ki, öz əlimdən pul verirəm ki, sən Allah, gəl bunu mənim başıma tök. Və iş orasında Zülfiqar müəllim, belə məsələlərdə niyə bax görürsən ki, hər hansı bir ətraf ərazilərdə belə bir şey, belə hallar müşahidə olunur. Yəni xüsusi olaraq ona görə bəzən bayaqçı sözlə qayıdıram. Yəni bu fikir paytaxt üçün keçərlidir, bölgə üçün keçərlidir, hər yer üçün keçərlidir. Amma baxırsan ki, elə biz də sosial şəbəkələrdə baxırıq, görürük ki, tutaq ki, Bakıda belə deyil, amma Bakı ətrafı qəsəbə və ərazilərdə bundan rastlaşa bilirik və yaxud da ki, nisbətən yaxın olan ərazilərdə. Gəlin mən bunu belə deyim də, adətən öz podkastlarımda da çox vaxtı bəzi məsələləri rəqəmdən səsləndirirəm. Ona görə ki, təcrübəm onu göstərib ki, rəqəmdən səslənəndə insanların yaddaşından daha yaxşı qalır. Ortalama bir götürək. Bakı ətrafında, mən Bakının mərkəzlər çıxıram, hələ ki bundan işim yoxdur. Bakı ətrafında ortalama bir 70-100 kvadratlıq evin qiyməti 200 mindən başlayır. Razısınız da, düzdürmü? Mən 200 min manat verib ipotekaya girirəm, 20 illik nə bilim falan, nə bilim qızılımı satan kim, maşını satan kim, atasından, anasından, qardaşdan borcalan kim, getdim bir münzülümdən bu evi götürdüm. Razısınız da, yəni bu yerizən hədir də. Və mən bu evi götürəndə... Heç susmaq razılığı. Yo, deyir, hərdən deyir, bəri deyin ki, mən bilim ki, mən eşidirsiniz də, yəni. Yəni, belə bir formadadır. Bu qədər, yəni ki, əziyyətdən gəlib, adam bunun 1% qədər pulun xərcləmir ki, mən görüm nə alıram. Təsəvvür edirsi nədən gedirsə, 1% yox, bəzən də 0.5% düşür. Evin aldığın və yaxud da tikdiyin. Bir fakta danışım sizə, məsələ buna aid olan bir şeydir. Keçən ay dostlardan biri zəng edirlər, Bakı ətrafında bağ evləri tikir. Və birdən deyir, yadıma düşdü ki, bunlar tikirlər, nəsə xoşuma gəlmir, sən yadıma düşdün. Zəng elədi, mənə bir bəhanəni çağırdı. Bəhanəni çağırdı, əslində də başqa şey üçün çağırmış, deyir, çay içməyə çağırmışdı, amma sən demə işlətməyə çağırır. Getdik bunun çayın pulunu çıxardır da. Hə, də ana şahsından bilir də, deyir ki, çay pulu, taksi pulu hamısı bir yerdə çıxsın da. Gəldik, baxırıq buna, bəs mən deyirəm ki, tikənlərə ki, bu şirkətdir, şirkətin də qəşəng bir adı var, gözəl də logosu var, ora-bura məlum oldu ki, sonda adam nənin ki, tikintidən xəbəri var, adam deyir, mən onlarla ev tikmişəm, dedim, sən onlarla evi belə bədbəxt eləmsən. Və mən burada dəqiq rəqəm deyəcəm ha. Ancaq qara işlər deyirlər, Türkiyədə qaba işlər deyirlər, amma Azərbaycanda qara işlər deyirlər. Ki, burada gedir ki, beton, daş piltə, yəni ki, su vağacan, belə. 170 min. Adam buna pul verir. Ancaq bu işlər, hələ söhbət elə bunun sonradan, nə bilim, kafir emetlağı, boğaz sistemi, nə bilim, bunlardan elə getmir ha, söhbət. Elektrik xətləri bunlardan getmir. Heç təsəvvür edirik, yəni onsa qiymətlər bahadır, biz də bilirik ki, qiymətlər son 5-7 il müddətində belə deyək ki, sürətli bir qalxma oldu inşaat materialından, təbii də belə olmalıdır. Yaxşı, mən də buna soruşdum ki, sən bu işi başlayanda axı niyə bir dənə demədin ki, bəs biraz bunu yoxlayaq, yerin filanı bəhmən. Həmin çökmə məsələsinə gəlirəm. Yoldaşlardan birinə zəng elədim, Gədiz ilə məşğul olanlar, bilirsiniz ki, nivelirlə məşğul olurlar, o da inspeksiyanın bir növüdür. Kiçik bir yoxlanış apardılar, müəyyən qədər çökmə. Ərazi, yəni ki, ümumiyyətlə binövrədən düzgün tökülməyib, əyrinti var. Necə bina qalxıb? 2 mərtəbə, 3 mərtəbə, yox qalxıb. Siz o əyrintini belə gözdən görmürsünüz axı. Mərtəbədə balacadır, onu görürsünüz. Bəli, onu görə görsənmir. Amma o bir müddət keçəndən sonra deyirsiniz ki, divarın niyə çatladı, niyə görə kabel xəttim qırıldı, niyə görə hamamda kafel qırıldı, boru xəttləri düşdü bu vəziyyətə, düzgün gəlmədi. Bilirsiniz, bunlar hamısı bir-biri ilə əlaqələrdirlər. Yəni, bu demək olmaz ki, birini elədim, ya o birisindən keçdim. İndi Rüfət müəllim deyir ki, bəli, mən elektrik xəttini yoxladım və 100% elektrik xəttini yoxladım, əla elədin, çox gözəl. Bəs o birisindən də yoxlamaq lazım idi. Yəni, mən bunu bir yoldaş kimi deyirəm, təbii ki, bir ritorikadır.
Yəni ki, yoldaşlar, yəni dinləyicilərimiz də ki, qulaq asırlar. Yəni budur yanaşmamız. Bu yenə gəlib çıxır nəyin üzərinə? Maarifsizliyin üzərinə. Bir mənalı şəkildə, yəni ki, siz də, biz də əlimizdən gələn eləməliyik ki, mütləq maariflənməlidirlər ki, insanlar özləri öz xoşluğuna getsinlər. Yenə də qeyd edirəm, təkrarsızlıq çıxmasın. Məbləğ kifayət qədər də böyük məbləğ 15 minlik bir dənə ikinci əl maşını alırsan, qaçırsan ki, yanındakı görümsən Allah, bu nətər oldu, tez bir dənə buna baxdırım. Həmin məsələdir də, eynən həmin məsələdir. Köynə alırsan, heç demirəm, ucuz bir şeydir, əynə alacağın bir şey var. Deyirsən ki, bir dənə bunu yoxlatdırım, dərzün deyəndə yox, deyirsən ki, hə, yox. Zülfüqar müəllim, belə bir hal baş verir. Bir də görürsünüz ki, heç gedirsiniz, baxırsınız, orada hələ ta ki 5 il bundan əvvəl yolu keçmişsiniz, doğrumu? O yolda çökmə olmayıb. Sonra baxırsınız ki, o yolun kənarında bina tikilir. Bina tikiləndən sonra isə orada bir müəyyən müddətdən sonra həmin düz olan yoldan çökmə olur. Nədən baş verir o? Yəni bina olmayana qədər, yəni bu neytral bir ərazidir. Yoxdur, normaldır, yol düzdür, yəni çökməsi problem yoxdur. Bina tikilir, ondan sonra bina yaşayış olur və o həmin ərazilərdən sonra müəyyən qədər başlayır ətraf ərazi, həmin yolun, düz olan yolun sağında solunda çökmələrin yaranması. Deyir o bəxtimizdən mən özüm Bakı Dövlət Universitetinin Geologiya fakültəsini qurtarmışam. Ona görə ki, mən bu suala tam arxayınlıqla cavab verə bilərəm. Yəni bayaq da qeyd elədim. Yəni təbii ki, sonra keyfiyyət işlərindən başlamışam işləmə. Həyatımın bir deyək ki, 25 ildən yuxarısında mən keyfiyyət işlərindəyəm. Çox sadə bir cavab var. Yerin geologiyasını öyrənməmiş, ona hər hansı bir ağırlığı vermək və yaxud da ki, verilmiş, nəzərdə tutulmuş ağırlıqların testlərini aparmamaq mütləq ki, ətrafa ziyan vuracaq. Çox sadə cavab var. Yəni bundan ötürü bizdə var, bu cür inspeksiya xidməti göstərən təşkilatlarımız da var. Üçüncü tərəflərimiz də var. Yəni dəfələr olur ki, onlar öyrənirlər. Yerin ümumiyyətlə geodeziyanı öyrənmədən sən orada hansı işlər görə bilərsən? Bu da inspeksiyaya aid olan bir məsələlərdir. Və məsələ burasındadır ki, biz buna çox vaxt, bəli, əfsuslar olsun ki, riayət eləmirik və buna pul itkisi kimi baxırıq. Biz buna qənaət deyirik, amma bizim dildə isə buna qayda edirlər ki, sən 3 dəfə, 4 dəfə artıq sonra xərcə girəcəksən bundan ötürü. Doğru şey dedirsə, heç nə olmaz. Bəli də, heç nə. Əlavə xərcdir. Heç kim də bilməyəcək. Yox, nəzə, heç nə olmaz. O məşhur bir kitabımız var, səhv eləmirəmsə, Uşağın son gecəsində də deyir, 30 ildir tikirəm, nesədir deyir. 30 ildir tikirəm deyir, nə olub ki, deyəcəm. O cavan bir mühəndis gəlir orada. Yəni ki, heç nə də olmaz. Amma məsələ burasındadır ki, bir dəfə oldu. Bir dəfə oldu hadisə, ondan da və bu bir dəfələrdən, yəni artıq mən deyərdim ki, bəzən biz hər ay görürük, amma əfsusdur, gərək görməyək. İnşallah ki də olmasın, amma görürük də, hər ay görürük bunu. Həm də bir dəfələri. Təşəkkür edirik. 84-13 yazır ki, salam veriliş, super gedir. Təşəkkür edirik. Mənim qonağınıza belə bir sualım var. Tikinti şirkətləri keyfiyyətə nəzarət prosesini niyə sosial şəbəkələrdə açıq və sadə dildə paylaşmırlar? Məsələn, baxın, biz bu betonu tökdük, bu aparatla belə yoxladıq kimi videolar çəksələr, bəlkə cəmaatda inan daha çox olar. Niyə hər şeyi bu qədər qapalı saxlayırlar? 84-13 cavabımızı səsləndirəcək. İlk saatımızı maşallah hardan gəldi, hardan getdi heç bilmədik, amma narahat olmayın, suallarınızın cavabı Zülfüqar müəllimdə olacaq inşallah. Bu arada dostlarımıza təşəkkür edək. Verilişimizin baş sponsoru Prior Leasing'dir. Müasir fermerimizin yanındadır hər zaman kimi fermerlərimizə gözəl texnikalar, traktor və kombaynlar təqdim edir. Özdə uyğun şərtlərlə 40% dövlət güzəşli, 60 ayda faizsiz leasing imkanları sizi gözləyir. 858 qısa nömrəsindən danışın. Əlçatanlıq da ən yüksək səviyyədədir. Sağlam dostlarımızdan biri isə West Hospital'dır. Bəzən dəyişkən hava, bəzən ümumiyyətlə bu yay dönəmdə isti hava şəraitində sağlamlığınıza risk yarana bilər və bunun üçün də ünvanda tibbi xidmətə qədər sizin yanınızdadır West Hospital. Təcili yardım xidmətlərinə qədər tək ki xəstə olmayaq, amma səhətinizdə gərginlik olarsa Ulduz 7606 West Hospital'ın qısa nömrəsinə müraciət edə bilərsiniz. 10 ilində yaxın qonşusu Obadır, Oba Marketlər şəbəkəsi və 10 ilin qonşusu Obadan 10 dəqiqə qazan möhtəşəm bir hal var. Oba Plus mobil tətbiqinin hesab bölməsində profil məlumatlarını tamamla,
10 dəqiqə danışıq balansı qazan deyirik. Dəqiqələr 3 gün ərzində yalnız Baksel istifadəçiləri üçün keçərlidir. Obamızdan hər dəfə yenilənən bu fürsətləri qaçırmayın və obamızdan alış-verişlərimizi edərkən həm də kassada Oba Plus mobil tətbiqini də oxutmaq lazımdır. Alış-verişlərimizi edərkən də səbətimizi Çikomuzda dadlı, ləzzətli Çiko tumları ilə də dolduraq və həmçinin də Çiko nəinki o dadı ilə, həm də ki o qramlarına uyğun qiymət münasibliyi ilə də bizim yanımızdadır. Dadından doymadığımız Çikomuzdur. Kaspian Enerji Group izolyasiya və inşaat materiallarının Azərbaycanda iri ixalçılarından biridir. Əgər elə bu mövzumuz da tikintidir. Tikintini fərdi və ya kompleks şəkildə görürsünüzsə, sizə daş yunu, XPS, nə bilim müxtəlif inşaat materialları lazımsa bu istiqamətdə dünyaca məşhur Texnonikol və Penoplex markalarının Azərbaycanda rəsmi nümayəndəsi olan Kaspian Enerji Qrupa müraciət edə bilərsiniz. 050 458 88 88 əlaqə nömrəsidir. Etibarlı çap tərəfdaşımız var bizim. Söhbət Credtime-dan gedir. Biz də biznes mərkəzi klubu olaraq illərdir elə bu işdə, çap işində güvəndiyimiz dostlarımızdan da sizə də tövsiyə edirik. Söhbət Credtime-dan gedir. Agrosystems şirkəti 2021-ci ildən fəaliyyət göstərir. Bu şirkət aqrar məhsulların keyfiyyətini qoruyan və fermerlərin rəqabət qabiliyyətini artıran strateji həllər təqdim edir. Buraya nələr daxildir? Hidrokuler və hidrokulerlər vasitəsilə meyvə və tərəvəzlərin soyudulması, meyvə və tərəvəzlərin uzun müddətli və təzə saxlanılması üçün soyuducu komplekslərin tikintisi, eləcə də cücə bəsləmə və damazlıq heyvan yetişdirmə komplekslərinin tikintisi daxildir. Bizim sualımız var Zülfikar müəllim. Bir dəqiqə qalıb xəbərlərə qədər. Ona çata bilirik mi, yoxsa ikinci hissəyə keçsə deyək ki, yəni tikintiyə nəzarət edənlər burada yox, onu deyilməmişdi. Tikinti şirkətə keyfiyyətə nəzarət prosesini niyə sosial şəbəkələrdə açıq və sadə dildə paylaşmırlar? İstəyirsiniz xəbərlərdən qabaq bir anons verin. Bəli, ondan sonra keçərik xəbərlərə. Tamam. Biz bunun adını qoymuşam. Mən yaxınlarda bir podkast çəkdim. Sabah da bir gündə bu da çıxacaq. Mən bunun adını qoymuşam. Ucuz inspeksiya xidmətləri və onların fəsadları. Yəni onun birbaşa kökü oradadır. Məhz o sualın da cavabı xəbərlərdən sonra mən birbaşa verəcəm ki, niyə görə çəkilmir, niyə görə göstərilmir, niyə görə standartın tələbləri bildirilmir, ona görə ki... O bəzən nələr görmüşəm mən də, 24 saat çəkiliş var, proses, belə hallar da var. Saytlar vasitəsilə, amma o prosesi birə-bir yoxdur, eləmi? Birə-bir onu heç kim göstərməyəcək sizə. Ona görə ki, bir mənalı şəkildə o prosesin siz özünü görəndə... 24 saat canlıda görəndə... 24 saat canlıda siz ancaq orada tikinti prosesləri ümumi planda görə bilərsiniz. Planda görə bilərsiniz. Sən nə bilirsən ki, onu nə cür yoxladı, hansı formada yoxladı? Aydındır. İkinci saatımız başladı. Hər vaxtınız xeyirli olsun, dəyərli dostlar. Və biznesin tam mərkəzindəyik və iş dünyasının nəbzini tutmaqda davam edirik. Mikrofon önündə mənəm Rüfət, digər mikrofon isə Zülfikar müəllimdir. Bizim dəyərli dostumuz və dəyərli qonağımız. Onunla danışacağıq. Tikintidə, keyfiyyətə, nəzarətdən danışırıq. Biz xəbərlərdən və anonslardan dərhal sonra musiqiyə keçmədik. Çünki suallarımız kifayət qədər çoxdur. Gəlin dinləyicilərimizi intizarda saxlamamaq üçün biz dərhal efirə qayıtası olduq. Zülfikar müəllim, keçid alaq bayaqki sualın daha geniş cavabına. Niyə tikinti gedərkən şirkətlər hər şeyi video icmalla, canlı yayımlarla, sosial şəbəkələrdə açıq və sadə dildə bu dili paylaşmırlar. Misal üçün yazmırlar ki, bax beton tökdük, bu aparatla elədik, bunu bu cür elədik. Niyə? Bəli, deməli, bayaq qeyd etdiyim kimi bunun bir mənalı şəkildə də cavab var ki, mən bunun adını qoymuşam ucuz inspeksiya xidmətləri və onların fəsadları. Hətta bayaq qeyd etdiyim kimi bu barədə bir podkast da çəkdim. Allah qoysa sabah da bir gündə bizim o bayaq qeyd etdiyiniz kimi mütəxəssis ol verilişimiz YouTube-da çıxacaq. Yəni istəyənlər baxa bilərlər. Məsələ burasındadır ki, əgər inspeksiya xidmətlərinin həqiqətən də düz olub olmamasını, peşəkarlara etibar edib etməməyimizi, onları biz göstərməyə başlasaq və başlamalıyıq da, yəni bir mənalı şəkildə müştəriyə, onda insanlar qeyri-peşəkarlardan uzaqlaşacaqlar. Burada bilirsiniz günah kimdədir? Bizdə, mən şəxsən burada günahı birinci özümdə görürəm. Niyə? Bizim kimi peşəkarlar niyə görə Rüfət müəllimlə tez-tez görüşüb bu barədə söhbət eləmirik? Bəli. Mən nə demək istədiyimi yəqin siz başa düşdünüz. Niyə görə axı o informasiyaları biz bölüşmürük ki, amma qeyri-peşəkarlar isə istənilən halda açın sosial şəbəkələrdə
ağızlarına gələnləri danışırlar, mən izləyirəm. Biri çıxıb orada göstərdi. Elektrik xəttini mən buradan çəkdim, belə çəkdim. Yox, belə çək. Bir dənə standartın adını demir. Sən mənə de görüm ki, istənilən işin, qaynağın, boyanın, elektrikin, mexanikin, borunun hamısının standartı var. Bir də mən adını de görüm. Daha yaxşı məsələ vurguladınız. Bu yaxınlarda getmişdim, bir dostumun evi təmir olunurdu. Bəli. Getdim xeyir-dua verməyə. Gördüm ki, orada təmir olunurdu, artıq evin içərisində idi. Elektrik xətti zad çəkilirdi. Gəldim, gördüm ki, orada bu elektrik yuvalarını qəlbi birini yuxarı, birini aşağı, birini bəzəkli, birini mənnəm neyinir. Ancaq vizuala işləyir də, hiss elədim. Həmin elektrik ustasından soruşdum ki, yəni niyə bu formada işləyirsiniz də? Yəni niyə bəs alt mövqedən həcmləri ölçmədən belə gözə yarı, yumulu gözlə sanki belə təsvir edilir? Deyir, indi belə eləyirlər. Deyirəm, indi kim eləyir yəni? Mən eləmirəm. Sizdə varmı evdədir? Deyir, yox. İndi deyir, bunu bu cür sifariş edirəm. Baxın, standart başqa şeydir, yanaşma başqa şeydir, mən bunu edirəm başqa şeydir. 3 dənə evdə ediblərsə, o deməkdir ki, 300 dənə evdə də bu olmalıdır. Yəni bu biraz gördüm ki, dostum da deyir ki, qoy eləsin də, dəbdəcə qoy olsun. Deyirəm, qardaş, bu qayda dəblə olmur. Qayda bu elektrikdir, bu xəttdir, bu cəryandır, bunun standartı var. Təəssüf ki, sizin dostunuz, Yəni, onun standartın nə olmağını... Sən dəbi gedib, tutaq ki, bir piləkənin tutacağını dəblə edə bilərsən, qapının üzərisini dəblə edə. Bu elektrik lampasıdır, elektrikin o cəryanıdır, xətlərdir, bunlar dəblə olmur. Dəbi toyda eləyərsən, geyimdə eləyərsən. Yəni, heç geyimdə də onu eləmirsən. Misal üçün deyirəm, geyimdə hansı iplikdən tikdiklərin, o da standartlardandır. Hələ həmin söhbət əgər gəlib satılır. Niyə görə geyim edirəm? Çünki hər şey istədiyimiz kimi geyinmirik. Bəli. Yəni o hara necə geydiyimizi bilmirik bəzən. Ona görə də bəzən kimisə qınaya bilmirsən, deyir özüm bilirəm. Bu hal özü bilər. Tam razı. Özü bilər, amma baxı bu sən cəmiyyət içərisindən çıxırsan. Özün bilərsən, evdə geyinə bilərsən bunu. Amma yəni, misal çəkdim ki, yəni hələ də ona da deyilən bir qayda var, bəli, standartlar var da. Bəli. Bəli, məhz həmin standartları bilməməkdən irəli gələn məsələlərdir və sən həmin standartların adı ilə, familiyası ilə, soyadı ilə düşün. Mən izah edə bilmirəm. Dəbdir. Adam açıb onu oxuyanda deyəcək ki, deyən görək, sən məni aldadırsan, Cavabı da yoxdur ustanın. Deyir ki, istəyirsiniz əvvəlki ənənəvi formada edirəm. Deyirəm, qardaş, sən artıq mənim əsəblərimlə oynamaya başlayırsan. Bunun standartı varmı əziz usta? Bir söz satmayam. Məsələ burasındadır ki, mən biraz bilmirəm, bəlkə də dediyim söz hardasa biraz xoşa gələn olacaq, olmayacaq, amma mən bunu deyə bilərəm ki, gəlin biz usta anlayışından çıxıb artıq mühəndis sferasına qalxaq. Yəni verilişlərimizdə də onu demək istəyirəm, amma mən... Bəli, düz edirsiniz. Yəni ki, biz artıq... Amma siz, mən çıxsaq da, gəlin belə itiraf edək. Bölgələrimizdə də hələ bu hal var. Bir usta 50 dənə iş görür. Divara suvaqda vurur. 30 dənə mühəndisin yerinə qərar verir. Bəli, divara suvaqda vurur. Həmin ustaya inanırlar. Dizaynerdə eləyir. Bəli. Piləkəndə vurur. Kafeldə vurur. Metlaqda edir. Nə bilim, damıda vurur, elektrik xətti də çəkir, suvaq da çəkir, divar kağızı da eləyir. Qaynaq da eləyir, boya da eləyir. Hələ lazım olsa bir dəqiqə sənin üçün orada böyük bir 20 mərtəbə də qalxsa, necə deyir ki, hovuz da tikər. Bəli, hovuz da tikər qanun içərisində. Mən birisi də tərdir, fikir bundan ibarətdir ki, ümumiyyətlə gəlin biz usta anlayış, usta bəli mütləqdir, amma ustaya göstərişi verən kimdir? Ustaya göstəriş verən mühəndisdir. Bəli. Mühəndis onu yoxlayır ki, bəli, sən həqiqətən də bu işi düz görmüsən, yoxsa səhv görmüsən. Bəli, elə peşəkar ustalarımız var ki, deyə bilərlər ki, bəli, onlar mühəndislərdən çox bilirlər. Mən razıyam. Nəyisə çox bilə bilərsən. Amma sən usta olaraq inkişaf edirsənsə, demək sən özü mühəndisliyə tərəf gedəcəksən. Bəli. Yox, istəmirsənsə, sən orada da qalacaqsan. Standartların tələblərini riayət eləməyib, ucuz inspeksiya xidmətləri satanlarımız da var bugünkü gündə. Elə bilirsiniz ki, bizim sferada belə hallar yoxdur. Yəni, bu da çox ciddi bir məsələdir. Sən, misal üçün, bunun bazar bir qiyməti var da, bu bazar qiymətini sən necə yoxlaya bilərsən? Nətər mən qayda edeyim ki, mənə bugünkü indi gilas mövsümündə keçək gilasdan danışaq, gilasın bazarda kilosu 4-5 manatadır, kimsə mənə gətir, 50 qəpiyə gilas verir. Sən şübhələnməyəcəksən ki, ya oğurluq edib, ya da oğurluq edib, nəsə edib mənə bunu verir. Məsələ var burası. Buna inananlar da var. Əfsuslar olsun ki, var. Və onlar ancaq, mən podkastların birində demişdim, ancaq kağız satırlar.
O kağızın bir dənəsinin qiyməti neçədir A4-ün? Qəpik də eləmir heç borusunda. Təsəvvür edin ki, 1 qəpiklik kağızı sizə 300-400 manata satırlar. Fərasətə bax. Kinoda deyir uşaqda fərasətə bax. Hamını aldat deyə. Amma qaydıram indi gilas məsələsinə. Gilasın qiyməti düşmür. Sonra bizə yazırlar 64-30-dan sizi iş vasitəsində dinləyirəm. Vaxtı necə keçdiyini bilmirəm. Tikinti keyfiyyətindən danışırsınız. Mənim yaralı yerim səs izolyasiyasıdır. Təzə binaya köçmüşük. İnanın ki, qonşunun səsi, telefonun zəngi bizim evdə eşidilir. Tikintiyə nəzarət edənlər bu səs məsələsinə niyə baxmırlar? Bu ümumiyyətlə normativlərə daxildir, yoxsa büdcədən kəsmək üçün bilərəkdən yola verirlər? Mütləq ki, normativlərə daxildir. Təsəvvür edin ki, siz hər hansı bir ev, yaşa, fərq eləməzdə alanda siz onu müqavilə şərtlərində göstərə bilərsiniz. Qonşunun səsinin sizə keçməyi, mənə keçməyi, ona keçməyi mütləq ki, sənin tərəf təklifindən asılıdır. Belə deyərlər də, aldanmayın. Mən yalnız bunu deyə bilərəm, aldanmayın. Gedirsən almağa, tələb elə ki, mənim səs izolyasiyam olsun bunun içərisində. Deyəcək, yox, bizdə belə bir tələb yoxdur. Onu günəki qiymətindən aşağı düş, mən gedim elətdirim bunu. Bəli. Və yaxud da ki, mən gəlib, sən deyirsən ki, mən eləmişəm, onda bir dənə mən yoxlatdırım ki, bəs ona görə də inspeksiya burada lazımdır. O nəyin ki, sizdə onun hansı qüsurların olmasını göstərəcək. Burada xırda bir məsələ var da, o deyir yazılmayan qanunlar məsələsi var. Mən evi alıram, köçürəm, yoxladıram, mənim qonşum yaşamır. Orada artıq bu biraz məsələləri %100 həll edə bilmirik. Bu proseslər bizim necə keçir? Binaya tam insanların gəlməsi, məskunlaşması olandan sonra. Bir dənə söz deyim də sizə də. Tutaq ki, 3 nəfər, 5 nəfər artıq yoxlatdırmağa başlayandan sonra sizdə tikinti şirkətləri onlara gedəcəklər? Getmirlər. Şey qutardı, getdi. Bir mənalı şəkildə qutardı. Yəni, tələb təklif söhbəti var. Aldada bilmirsən. Əgər bu günləri layihələr işlənilir, mən sizə bir hadisəni danışım. 2 həftənin söhbət edirəm. Bir layihə aparıb qiymət vermişik. 1 həftə getdik, gəldik, layihəni öyrəndik və layihənin yoxlama şərtlərini araşdırdıq. Onu detallı şəkildə bölüşdürdük və layihəyə bir qiymət verdik ki, bu şeylər yoxlanılacaq. Nəticə etibarıyla deyir, qiymət bahadır. Deyirəm, ya, əla, qəşəng. Buyurun, siz layihəni kimə istəyirsinizsə verin, yəni qiymət də sizə ucuz olsun. Və layihəni verirlər X adlı bir şirkətə, layihə qiymətlərini 2 dəfə aşağı. Mən onlardan xahiş elədim. Dedim, icazə verin, mən sizdən görüşüm. Dedi, əlbəttə, buyur. Gəldim, əyləşdim. Dedim, bu X adlı şirkət 2 dəfə bu ucuz qiyməti verməklə bugünkü gündə bazarda inspeksiyanın qiyməti budur, minimalı budur. Bunu necə eləyəcəksiniz üçün? Dedilər ki, bizə nə eləyəcək də, bizə axırda sənəd verəcək. Dedim, bəli, sizə axırda kağız parçası verəcək. Və mən bu sahədən, bu mövzunu demək istəyirəm ki, ucuz inspeksiya xidmətləri, aldanılmaqlar, yoxlatdırmamaqlar, maarifsizlik, tikinti şirkətlərin bəzilərinə, yenə deyirəm, hamısını şamil eləmirəm, hapa-göpa basması, inandırıcı, nə bilim, A adlı, B adlı, Z adlı ustaların çıxıb gecə-gündüz danışması ki, o, bilmirəm, bir dəfə mən haradasa görmüşdüm sosial şəbəkələrin birində, gəldim, baxdım, gördüm, beton nə gündədir, beton üstünə bunu qoysan, beton çökər. Sənin ərin aparat zad idi, yoxladın ki, beton çökür. Yəni, bir üstü nətərdir? Və bu cür danışanlarda da nəsə daha çox inanırlar, daha tez inanırlar. Sən nətər test elədin ki, ola bilər beton səthi seqraqasiya uğrayıb, misal üçün, amma betonun möhkəmliyi qalıb. Sən buna nə tez qərar verdin? Misal üçün beton dedim, istəyir metal konstruksiyada olsun. O, qaynaq tikişlər ümumiyyətlə bu nefqaz sektoruna istəyir, digər sənayələrdə çox vacib, əhəmiyyətli bir məqamdır. Təsəvvür edin, söhbət oradan gedir millimetrin səhvindən. Böyük fəsadlara gətirib çıxardı. Görün nə qədər bu diqqətli olmaq lazımdır bu məsələlərdə. Aydındır. Və daha bir suallar var daha doğrusu. 38-26 yazır ki, biz binanın daxili keyfiyyətindən çox heyətindən əziyyət çəkirik. Uşaq meydançası düzəldiblər, rezin örtük 2 aya qopdu, yerləncəklər qırıldı. Tikinti keyfiyyətə nəzarət ancaq mənzillərə aiddir, yoxsa ortaq sahələr də o yoxlamadan keçməlidir.
mütləq keçməlidir. Nəinki uşaq meydançalarında, yəni rezinlər dediyimiz, yəni polipropilenlər, polietilenlər və yaxud da ki, bu tipdə olan məhsullardan gedir söhbət, yəni o tərkibdən və yaxud da izolyasiya sistemləri uşaqlar üçün daha təhlükəsiz olan qurğular, o qurğular diqqət edin, orada nədən gedir söhbət? Baxın, metal, korroziya və eyni zamanda polietilen, polipropilen boya. Diqqət elədiniz, söhbət bundan gedir. Və məhz bunun kökünü yoxlayan, yəni bizim kimi şirkətlər, yoxlayır ki, əlbəttə sənin aldığın məhsul zaydır. Yəni bu, bəli, bu standarta yox, keyfiyyət deyəndə birbaşa demək lazımdır. Bu standarta cavab vermir. Hansı standarta cavab vermir? Yaxşı, de görüm sən bunu hansı standartdan bura qoymuşdun? Mənə birinci o sualıma cavab ver. Burada bir məsələ var Zülfüqar müəllim. Bu aydındır. Bəli, o keyfiyyət standartlarından kənar olursa, bunlar deyir ki, qopdu, 2 ay keçdi, nə bilim, rezin örtüyü qopdu. Bunları biz də görürük. Və burada yəni yanaşma necədir? Biz bunu bildirməliyik. Bax, bizim yaşayış kompleksləri var. Komplekslərdə onlarla, yüzlərlə insan mənzillərdə yaşayır. Biri fikrini bildirir, onu bildirmir. 15'i bildirir, 55'i bildirmir. Deyirsən, niyə bildirmirsən? Deyir, komendant mənim tanışımdır, ayıb olar. Biri deyir ki, o mənim falan kəsim çıxdı, qohumum, əmmi oğlum, dayısı nəvəsi çıxdı, ayıb olar, gedir orada deyər. Yəni, bu biz ayıb olar, əşi qalsın, əşi sonra deyərik, əşi neynir yerlənəcəyi, bu bir yanaşma. Ki, keyfiyyət məsələsində biz özümüzə aid olan haqqımızı tələb edə bilmirik. Və bu belə qalır, ancaq burada etirazımızı və bu təəssüflənərək bildirə bilərik. İndi əgər bu mövzu açılırsa, digər bir tərəfdən də lap belə keyfiyyətli olsun. İndi yəqin ki, sizin də bu barədə fikrinizi almaq istəyirəm. Bəzən də görürsən ki, keyfiyyətlidir, amma o standartı insan özü pozur. Tutaq ki, mən bunu yaxınlarda bir yerdə gördüm. Uşaqlar üçün olan bağçadır, salınıb park kimi. Uşaqlar. Üzərində də yaş kateqoriyası yazıb ki, 8 yaş, 5 yaş, ancaq uşaqlar. Bir də gəlib görəm ki, 28 yaş, 38 yaş. Bəli, oturub orada yerlənir. Yəni, etiraz edəcəksən, nə bilim, pis olacaqsan və sonuncu gördüyümdə necədir? Xanım orada həmin uşaq yerlənəcəyində 5 yaş, 6 yaşda yerlənir, yerlənəcəkdə belə deyək də, gedir o tərəfə, gəlir bu tərəfə. Və yanında da çox güman ki, həyat yoldaşı bir bəy qalıb. Yəni, yaxşı, biri başa düşmək istəmir. Bəs onun yanındakı? Məsələ bunun başa düşməyindən yox, məsələ yenə deyirəm ki, yəni, orada qeyd də yazıb ki, 5 yaş, 8 yaş, 10 yaş. Axı, sənin 20 yaşın var, 25 yaş, 30 yaşın var. Və yəni liftə yazır da. O qədər də məmnundular. Liftə yazır 200 kilo və yaxud da 4 nəfər, misal üçün deyirəm də. O bizə də ki, narahat olma, sən də bir təri qalxarıq. Biz də 4 nəfərik, maşallah sizin çəkiniz çox, mənim çəkimiz. Mən 3-cü adam minməli deyil. Deyir, yox, orada 4 nəfər yazılmışdı, biz 4-ümüz də minməliyik. Bax, elə buradan yəni gəlir ki, adamlar standartları bilmirlər. Mən bəli, biləm, bilməyə bilərlər, heç o problem yoxdur. Yaxşı, bilmirsiniz, əla. Nə problemdir ki? Soruşun məndən. Söz verirəm ki, 7-24 telefonum açıqdır. Nə vaxt, nə sualınız olsa, buyurun mənə sualınızı verə bilərsiniz. Mən də çalışaram ki, sizə yaxından dəstək olum, kömək olum. Heç fərqi yoxdur, yəni siz bizim xidmətlərdən istifadə etmədiniz. Amma mən aşağısından bilin ki, nəyə alırsınız, nəyə almırsınız. Hələ ancaq görürsünüz, o məşhur bir sual verir, 1 kilo daş ağırdır, yoxsa 1 kilo pambıq. Bəli. Məsələ burasındakı 1 kilo pambıqla 1 kilo daşın fərqində ikisində də kilo da burada. Nə problem var idi ki? Yəni sən o kilonu biləndən sonra, yəni sən ritoriksən deyə burada, bu kilonu biləndən sonra sən hamısını biləcəksən. Bir qaranlıq qalmayacaq. Bəli, onda sən də oturmayacaqsan, o da oturmayacaq, oturan onda deyəcək ki, o da liftə minməyəcək. O da liftə minməyəcək. Nə qədər lift hadisələr oldu bizdə? Yenə də sosial şəbəkələrdə kifayət qədər var. Bunlar da hamısı inspeksiyanın növləridir. Trosların yoxlanılması, qaldırıcı yüklərin yoxlanılması, yük testləri filan və mən hamısı. Yəni, birisi, hara fırladırsan fırlat, deyir, haradan keçirsən, buradan keçəcəksən, mütləq buradan keçəcəksən. Amma siz mənə deməlisiniz, buranın izolyasiyasını yoxlatdırmısınız, yoxsa yox. Bunu soruşarıq, bəli. Soruşarıq, Amir soruşarıq olmasa. Deyin ki, bizim mütəxəssisimiz soruşur ki, bu izolyasiyanı, amma siz tam bura gələndə buranın bizim mərkəzin keyfiyyətli tikintisini görmürsünüz.
Yox, xoşuma gəldi izalətsiz xoşuma gəlməyinə. Ona görə soruşdum ki, yoxlatdırmışsa nə yaxşı, yoxlatdırmamışsa hələ buradan iş tutub gedərdim. Mən də deyirəm ki, müəllim bizi fikirləşir. Reklam fasiləsi, sonra buradayıq. İndi mövzunu söhbət edəcəm, görüm müəllim niyyəti nədir? Oldu. Efirimiz davam etməkdədir, dəyərli dostlar və bizim mövzumuz tikintidə keyfiyyətə nəzarətdir. Yaxşı bir mövzunu müzakirə edirik. Zülfüqar müəllim bizim studiyamızın deməli izolyasiya məsələsini soruşmuşdu, eləmi? Bəli, bəli. Bizə bildirildi ki, bəli, hər il yoxlanışdan keçir, hər il. Nə gözəl, nə gözəl. Bir sözlə də çörək Çörəkdə. Çörəkdən getdi. Ev yoxdur. Mən başqa bir şeylərdə taparam. İstəyirsiniz onu verilişdə deməyim, sonra deyərəm. Sonra deyərəm ki. Yəni bütün detal studiyaya təkcə deyil, bütün bina üzrə bu aiddir. Həmçinin bizim studiyamıza, çünki izolyasiya məsələsi hər il yoxlanılır. Nə gözəl. Əla. Sonra keçirik. Belə də nə gözəl deyirəm, ürəyimdə deyəm. 099 810 33 bizim WhatsApp nömrəmizdir. Fikirlərinizi və suallarınızı yenidən yaza bilərsiniz. Maraqlı mövzudur. Gəlin operativ olaq, gəlin fikirlərimizi bölüşək. Bizim hərdən bunu biz tədbirlərdə də deyirik, forum keçiririk. Zülfüqar müəllim, saat 1-ə 10 dəqiqə qalıb. İnsanlar sual vermirlər. İnsanlar gözlər ki, nahara gedəcəyik. Amma naharı 1-ə yox, 2 işləmişdə yeyə bilərik. Amma o sual, o mütəxəssisdən verdiyimiz sualın cavabı bizə indiki zamanda lazım olmasa da, məsələn, mən düşünürəm ki, 5 il sonra mənim köməyimə çatacaq. Tutaq ki, sizin indi verdiyiniz cavablar, Allah arasında nə vaxtsa bir zəlzələ anı baş verə, biz özümüzü necə aparmalıyıq? Baxın, şirkətlərdə sətəm məsələsi vardır. Çox ciddi məsələlərdən bəli. Əməyin təhlükəsizliyi, bu məsələlər var və son illərdə artıb. Amma bu sətəm prosesi başlayanda bir çox şirkətlərdə bu məsələ çox da belə mən özüm də işdirdim. İndi hər şirkətə aid deyil. İsti qarşılanmasına ehtiyac var idi. Bu sətəm məsələsi əməyin təhlükəsizliyidir, öz əməkdaşlarının, işçilərin təhlükəsizliyi. Şükürlər olsun bu sahədə maariflənmə gedir. Artıq hər bir şirkət anlayır ki, sətəm olmalıdır. İstəyirsiniz bir dənə orasını deyim. Sətəm və təhlükəsizlik, sətəm dediyimizdə təhlükəsizlik və keyfiyyət ikisi də inanda gedir. Bəli, bəli. Təhlükəsizliyin 70%-ın yaranmasının keyfiyyətsiz işlərdən yaranır. Bəli. Ona görə də orada biz bilməliyik ki, biz işdə olarkən, evdə olarkən özümüzü bu Allah arasında təbii fəlakətlərdən necə aparmaq lazımdır. Deməli, bu bir dəfə zəlzələ oldu. Zülfüqar müəllim. Deməli, təbii ki, yaşayış binasından aşağı düşmək lazım idi. Normaldır. İnsan özünü qorumalıdır və aşağı düşməkdir. Gərgin olmamaq lazımdır. Amma ehtiyatda əldən verməməkdir. Və bir də görürəm ki, insanlarımızın əksəriyyəti güya ki, bu hansı mərtəbədə də o məndən tez çatacaq. Daxil olur liftə. İnsana deyirəm ki, lift ən təhlükəlidir sizin üçün. Yəni, liftdə Allah bir fəlakət olsun, necə çıxacaqsınız? Yaxşı, indi mən bir sual verim sizə. Niyə görə zəlzələ olan anda həmin lift dayanmadı? Yenə gəlir keyfiyyət öncərinə. Ona görə ki, o lifti yoxlayarkən qanunvericiliklə deyək, standartla deyək ki, belə çıxsın da, hər hansı hadisə baş verəndə lift avtomatik sönməlidir. Yəni, insanla daxil olmaq istəsə belə olmasın. Ola, sönməlidir və düz tam aşağıyacan öz-özünə getməlidir. Yenə gəlir çıxır ki, o liftdən inspeksiya olmuyor. Və yaxud da olunubsa da, orada o sensor yoxdur. Bəli. İşləv vəziyyətdə deyil. Bəli, işləviyə yoxdur, işləv vəziyyətdə deyil. Yəni, onu qoymayıblar və yaxud da ki, onu, yaxşı, bunu bilməmək, yəni ki, maarifsizlik yenə deyirəm də, bəli, adi adam onu bilməyə bilər, amma biz onu bilirik. Ona görə də biz deyirik ki, gəlib yoxlayanda bütün qüsurları deyirik sizə. Bəli, sizin üçün artıq bunların hansı kritikdir və kritik deyil. Orta seçim sizin. Seçim sizindir. Belə, yəni fikrimizi niyə əsaslandırırıq?
Yəni biz müzakirə etmədən inkişaf edə bilmərik. Biz birimizlə müzakirə aparmalıyıq. Bu təkcə indi tikintiyə aid deyil. Hər bir halda belədir. Uşaqlarımızla da belədir. Söhbət edərək uşaqlarımızı böyütməliyik. Onlar təkcə telefon üzərindən işləməməlidir. Onlar danışmalıdır, onlar bilməlidir. Onlar da əslində bu təhlükəsizlik məsələlərini bilməlidirlər. Liftə necə daxil olub olmamalarını bilməlidirlər. Misal üçün mən bizim şuurumuzda necə yaranıb? Biz özümüz, mən rayonda uşaqlığım keçib, zəlzələ olanda bizim böyüklərimiz deyirdi ki, dərhal həyətə qaçmaq lazımdır. Mütləq. Doğrudurmu? Düzdür. İndi mənim böyükdə adam olmuşam. Mən yenə də zəlzələ olanda həyətə, çünki şuur altımda o fikir qalıb. Biz uşaqlarımıza da bunu aşılamalıyıq. Uşaq nə etməlidir? Yəni gözləməlidir ki, hə, nə yaxşı zəlzələ olur, oturum divanda, zəlzələ dayanacaq, bəlkə dayanmayacaq, Allah uzarası, bəlkə başqa bir fəsad olacaq. Yəni biz müzakirə edərək deməyim odur ki, bu cür fürsətləri dəyərləndirmək lazım. Bir fikir, bir keyfiyyətli fikir, peşəkar fikir bizə indi lazım olmasa da bir müddətdən sonra bizim əlimizdən tuta bilər bu Misal üçün, fikir. dediniz, mən də cavab verdim. O sensor məsələsini inanırsa çoxları bilməyəcəkdi. Doğrudur. Çox olmalıdır. Yəni ki, belə bir şey var. Və yaxud da ki, hələ də biz düşünürük ki, Rüfət pilləkənlə düşür, 5-ci mərtəbədən mən liftlə ondan tez çatacağam. Bəli. Təbii fəlakət vaxtı. Bu da yanlışdır. Bu da yanlışdır. Yəni əslində onun qarşısı alınmalıydı. Bilməməli şəkildə. Amma birini çıxartdım. Bir cavan o əlindən tutun ki, qardaşım o sən mənlə gəl. Gördü gedir, çıxmasa sən qoşul mənə. Sonra 15-22-dən yazdılar ki, mənim qonağa biraz səmimi və birbaşa sualım var. Biraz belə qalın ki, birbaşa sizə sual vermək istəyir. Yaxşı, buyursunlar. Sən bu söz deyəndə belə özüm bir tərs deyirəm. Bu keyfiyyət yoxlamaları doğrudan da sahədə betonun başında edilir, yoxsa mühəndislər elə isti ofisdə oturub çay içə-içə sənədlərə hər şey qaydasındadır, möhürü vururlar. Həmin mən sual verən dinləyicimizə bunu deyərdim ki, mənim nömrəmi götürün, zəng edin, sizi bir gün özümdən testə aparacam. Və siz onda görəcəksiniz ki, həqiqətən onu götürən inspektorlarımız, operatorlarımız nə qədər əziyyət çəkirlər, sonra onu laboratoriyada testlər edirlər, laboratoriyada nə işlər görürlər. Yox, bu sizi əsasında sizə demir bunu. Yox, sənin fikrinizi alır. Yəni deyir ki, ümumiyyətlə mühəndislər həqiqətənmi, bütün mühəndislər, sizin kimi mühəndislər də var, edənlər, bəlkə biri isti çayını içə-içə edir. İsti çayını içə-içə yalnız o vaxt edir ki, raportu yazıb qutarandan sonra çayını içə bilər, yəni ki, son anda. Ancaq qalan ki, bütün proseslər əlbəttə ki, fiziki və proses özünə getməlidir. Yəni ki, və doğrudan da mən dəfələrlə hərdən olur yoldaşlar tamaşa dinləyicimizə görə demirəm, ümumiyyətlə deyirəm ki, bəzən soruşurlar ta ki, biz qeyri-tağızı testlərlə də məşğul oluruq da, qaynaq yoxlamaları ilə də məşğul oluruq. Ultrasəs yoxlamaları var, penetrantdır, maqnetik yoxlamalar, burulğanlı cəryan yoxlamaları var. Yəni müxtəlif, hansı ki, bunlar nefqat sektorunda, aviasiyada, digərlərində çox vacib əhəmiyyətli məsələlərdən biridir. Hərdən mənə deyəndə mən deyirəm ki, zəhmət olmasa durun gəlin ki, çağırtıram gələ, bir gün özümdən səhərdən axşamıcan əyləşdirirəm. Sonra deyirəm ki, filan yerdə yoxlanmamız var, filan inspektordan gedin ora. Gedirlər, gəlirlər, ondan sonra qayıdırlar ki, yaxşı başa düşdük söhbətdə. 22.07-dən yazılar ki, tikinti materialları bazarlığına qiymətlər kəllə-çarxa çıxıb. Ustaya deyirsən, keyfiyyətli materiallar gedir, ən bahalısını seçir. Maraqlıdır, tikintidə keyfiyyət mütləq şəkildə ən baha material deməkdirmi? Çox sağ olsun o dinləyicimiz. Mənə növbəti podkastımın sualını verdi. Mənə bir dedim ki, sürpriz eləyəcəm. Yəni mən sadəcə burada qısa deyim onu, yoxdur podkast çəkəndə də Allah qoysa baxar. Heç də ən bahalı məhsul, ən keyfiyyətli məhsul demək deyil. Sən ən bahalı məhsulu ala bilərsən, amma sən onu düzgün tətbiq eləməməyin nəticəsində sənin bahalı məhsulun 70% önəmdən düşər. Yəni ki, 2 adda rəqəmlə deyim, 10 manata bir məhsul satılır, 5 manata bir məhsul. Mən 5 manata məhsul alıb düzgün tətbiq eləsəm, mən 10 manata aldığım oza eləməyimdən daha yaxşı olar. Və ustalarımızın ənənəvi olaraq, yenə dedim, biz ustadan çıxaq mühəndisə keçək. Ustalar üçün ən ənənəvi olan məsələlərdən biridir ki, mən neyiniyim ki, deyim ki, ən bahalı materialını işlədim, axırda belə zay çıxdı. Mən heç nə eləyə bilmərəm. Mən eləyə bilərəm. Materialın içində deyiləm ki. Mən də o soqa. Bəli, sən onun texniki, belə deyə, məlumatlarını oxumamısan heç. Yəni ona deyirlər MSDS deyirlər, yəni materialın bayaq danışdığa təhlükəsizlikdən safety data sheet var, technical data sheet, ingilis dilində texniki məlumatları. Sən oxumamısan, bilmirsən.
Yəni bu o demək deyil. Ona görə ki, dinləyicimiz heç narahat olmasın. O ustaya 10 manata bahalı verdiyi materialın 1 manatını bizə versin. Biz ona orta qiymətdə materialı düzgün tətbiq eləməyin yolunu öyrədərik. 1 manat yoxsa ucuz qiyməti var? Baxar da 90 qəpik ilə başım bağlayır. Açıq eyvanların yük götürmə qabiliyyəti xüsusi yoxlanılırmı? Ora ağır əşyalar yığmaq və ya sonradan şüşələndirib otağa qatmaq nə dərəcədə təhlükəlidir? Bu balkon Təsəvvür dediyimiz açıq edin eyvan. ki, yük qaldırma testləri və yaxud da yük götürmə testləri deyilən, yəni belə buna deyil, lifting deyirlər. Və bu testlər mütləq vacibdir. Hətta mən deyərdim ki, açıq eyvanlar hansı ki, onlar eyvanların özü olur ki, tutaq ki, 1 metr 20 sm, 1 metr 30 sm ki, qarşıya çıxır. Təbii ki, düzdür, armatur filan zat içərisində olur, amma nə qədər olmasa da amortisasiyalar daha çox olur. Onların yük testləri eləmədən və yaxud da ki, siz binanı alarkən orada həqiqətən də nəylərsə əlavə eləmək istəsiniz, o deyir, o rekonstruksiya, əlavə konstruksiyalar eləmək istəyəndə siz mütləq şəkildə binadan onu soruşun. Yox, əgər bilmirsinizsə, bu da qorxulu bir şey deyil. Biz gəlib oranı test edib. Binə desə ki, problem yoxdur, tikə bilərsiniz, əlavə edə bilərsiniz. Mən binaların 90% o sözü deyir. Amma biz də 90% nəticəsini görürük ki, nə olur da. Yəni başa düşürsünüz. Ona görə də onu yenə deyirəm, bayaq qayıtdığı verilişin əvvəlinə qayıtdığı deyir, hər sonun bir əvvəli var, sonda həmişə əvvələ qayıdırlar axı da. Hələ əvvələ qayıtmayaq, var suallar, hələ qayıtmayaq. Aldatmasınlar sizi. Aydın da. Zəlzələlərdən sonra da yaşadığımız binanın təhlükəsizliyindən narahat olanda, deyir, onun seismik dayanıqlığını yoxlada bilərikmi? Bəli, yoxlada bilərsiniz. Ən aşağısından seismik dayanıqlığı yoxlamaqdan ötürü bizdə belə bir dövlətimizdə, yəni ki, respublikamızda var. Seismoloji cəhətdən yoxlayırlar. Gəlib deyirlər, onlara müraciət edin. Əgər şübhəniz varsa... Bir 5-10 mənzilin sahibinin əsasında həmin mərkəz gəlib yoxlayırmı? Yoxsa deməlidir ki, MTK-ya və yaxud da yaşayış kompleksini müraciət edəsin bizə? Sən müraciətin bir əsası olmalıdır. Əgər müraciətin əsası yoxdursa, elə mən deyir ki, əsası yoxdur, amma qorxusu var ki, bu zəlzələ necə təsir edir? Sən qorxunu hərdən əsaslandın, dedin ki, qorxudur. Əsas nə ola bilər? Əsas o çatı yarana bilər. Əsas odur ki, ona görə də binaların ümumiyyətlə birinci yoxlanışları vizual yoxlanışdan gəlir. Mən məlumat üçün onu deyim ki, Azərbaycan Dövlət Texniki Normativ Sənədlərdə ümumiyyətlə binaların 3 illik, 5 illik baxışları mövcuddur. Yəni, məsələ babrasındadır. Ona görə də onu soruşa bilərlər ki, siz bunu axırıncı dəfə bu binaya nə vaxt baxış keçirmişsiniz? Yəni, bu sualı verə bilərlər. Aydın da. Və daha bir sual gəlib. Çox mərtəbəli binalarda lift şaxtalarından səs və külək gəlir. Bu şaxtaların inşası zamanı hansı ayrı dinamik və ya izolyasiya qaydaları pozulurmu? Mən bu suala bu formada cavab verərdim də, küləyin səsi, nəyinsə gəlməyi yenə də gəlib çıxardırıq ki, axırıncı dəfə o şaxtalar nə vaxt yoxlanılıb. Hətta iyi də gəlir. Bəli. Yəni, buradan gedir kanalizasiya xəttlərinin yoxlanılması, kommunalların yoxlanılması, bəli, binalarda bəli, haradasa dəliklər olur ki, havalandırma geçsin, ondan arxa padval deyək də, yəni zirzəmidən gedən havalandırmalarda ola bilər müəyyən qədər olsun, hava axını filan bəhmən, amma bu o qədər də yəni böyük bir şey olmaz. Varsa deməli problem var. Aydın da. Qısa fasilə yenidən yollanırıq. Ondan sonra artıq biz Zülfiqar müəllim dediyi kimi verilişin əvvəlinə gələcəyik yenidən. Efirimizdə son dəqiqələrdir və mövzumuzu yekunlaşdırırıq və son sözü də Zülfiqar müəllim bizim bu mövzu çərçivəsindən danışacaq. Bizim tikintiyə nəzarət məsələsi üzrə. Hansı ki, tikintidə biz danışırıq, keyfiyyətə nəzarətdən daha çox danışdıq. Zülfiqar Hüseynov bizim dəyərli dostumuz yekunlaşdıracaq bu mövzumuzu, amma dostlarımıza təşəkkür edək ki, verilişimizin baş sponsoru olan Prior Leasing. Bilin ki, əziz fermerlər, texnikaları çox uyğun şərtlərlə siz
Azərbaycanımızın istənilən bölgəsindən əldə edə bilərsiniz. Fermersiz, Uzqar kənddəsiz və rayondasız, sizin paytaxta gəlməyə də ehtiyacınız yoxdur. Əlavə xərc çəkməyə də ehtiyacınız yoxdur. Sizə traktor, kombayn lazımsa 858-ə zəng edin. Sizə ən yaxın olan ünvanı deyəcəklər ki, olduğunuz məkanın bir neçə kilometrliyində satış mərkəzi, filial, məntəqə müraciət edəcəksiniz. Almasanız belə gedin test drive edin, baxın, görün, keyfiyyəti görün, sonra da buyurub ala bilərsiniz. Və təşəkkürümüz sağlam dostumuz olan West Hospitaladır. Mən də güvənirəm ora. Səhhətimlə bağlı mütəmadi müayinələrimizdə təbii ki, West Hospitalın peşəkar həkimləridir. Xidmətlərlə bağlı məlumat ulduz 76 06-dır. Elimizin obasıdır, uzaq qohumdansa deməli yaxın qonşu yaxşıdır. Elimizin obası da illərdir bu missiyanı həyata keçirir. Bizim yaxın qonşumuzdur. Oba hər yerdə var. Uzqar dağ kəndlərinə qədər var. Yeri gəlmişkən piknikə gedəndə, rayona gedəndə bilin ki, alış-verişlərinizi rahat obamızdan edəcəksiniz. Bu arada 10 ilin qonşusu obadan 10 dəqiqə qazan. Oba Plus mobil tətbiqinin hesab bölməsində profil məlumatlarını tamamla. 10 dəqiqə danışıq balansı qazana bilərsən. Dəqiqələr 3 gün ərzində yalnız Baksel istifadəçiləri üçün də keçərlidir. Bu arada obi toplayıb bonusda obadan qazana bilərsiniz. Oba Plus mobil tətbiqində yükləyə bilərsiniz. Çikomuzda səbətlərimizdən əksik etməyək. Çikonun dadından doya bilmirik. Çiko ləzzətləri çox möhtəşəmdir və həmçində təşəkkürümüz bizim Kaspian Enerji qrupadır. İzolyasiya işi görürsünüz, binanızın fasadını yaxud evinizi daş yünlü izolyasiya etmək istəyirsiniz. Sizə daş yünlü XPS, bax bu kimi məhsullar sizə mütəxəssis desə, Zülfüqar müəllim dilindən desə, usta desə, eşitməsin müəllim, və daş yünlü XPS lazımdırsa, və bu kimi məhsulları siz Kaspian Enerji qrupdan əldə edin. İllərin markasıdır. Dünyaca məşhur Texnonikol və Penoplex markaların Azərbaycanda rəsmi nümayəndəsidir. Buyurun müraciət edin, səhifələrinə daxil olun, məhsullara birə-bir baxa bilərsiniz. 050 458 88 88 əlaqə nömrəsidir. Hazilə təşəkkür edirik. Kretayma etibarlı çap tərəfdaşımız olan Kretayma təşəkkür edirik və həm də Agrosystems şirkətinə təşəkkürümüzü bildiririk. Zülfüqar müəllim, sizə də minnətdarıq. Son söz sizdən. Son 2 dəqiqə vaxtımız var. Zülfət müəllim, ümumiyyətlə bu qədər danışdıq. Nəsə bir şey öyrənə bildik? Çox. Lift məsələsindən öyrəndim. Sonra təkcə mən elektrik xətlərinin evdə deyil, ümumiyyətlə təkcə 2000 evin ümumi bir nəzarətini deyil, dediyiniz bütün o zəlzələdən tutmuş detallarınacan, mərtəbəyə otaqların bölünməsinə can, izolyasiyasına qədər bildim. Çox gözəl. Mən çox sevindim ki, az da olsa nəsə töhfə verə bildik. Yəni ki, doğrudan da əgər dinləyicilərimiz də bizdən razı qalsınlar. Əgər hər hansı bir sualları olarsa da yenə də deyirəm, istəyir sizə, istəyir mənə. Mən burada qeyd eləmək istəyirəm ki, Baku Inspection Solution, yəni bizim bir sloganımız var. Sloganımız bundan ibarətdir ki, mütəxəssis ol. Hətta bu barədə bizim YouTube-da öz podkastlarımız da var. YouTube-a elə mütəxəssis ol yazsanız çıxacaqlar. Çıxacaqlar və siz orada görəcəksiniz ki, mütəmadi o barədə biz söhbətlər edirik və eyni zamanda inspeksiya və trening işlərində bizə etibar edə bilərsiniz. Əziz dinləyicilər, bizə qulaq asanlar, asmayanlar və yaxud da sonradan qulaq asanlar və yaxud da ki, sonradan eşidəcəklər ki, belə bir söhbət olub, mən inanım ki, eşidəcəklər. Hətta mən deyərdim ki, sizə ki, çox yüksək baxışla da baxırlar, yəni hal-hazırda yenə də baxılacaqlar. Facebookda da canlı yayımız sona qədər davam elədi. Bizə müraciət edin. Ucuz ətin şorbası olmaz. Keyfiyyətsiz yerlərə getməyin, özünüzə hörmət edin. Yəni istər layihələrdə, istərsə fərdi işlərdə də. Yəni mən buradan Allah qoysa növbəti görüşlərimizdə inşallah ki olarsa, mən bu dəfə də bizim tədqiqatçılarımızın, başı bəlalı tədqiqatçılarımızın ucuz yerə qaçmasından söhbət edəcəm və onun verdiyi fəzadlardan. Çox təşəkkür edirəm sizə. Çox sağ olun. Sağ olun. Xoş oldum. Minnətdarıq. Təşəkkür edir və yenidən görüşəcəyik təbii ki. Zülfüqar Hüseynov, Baku Inspection Solution şirkətinin təsisçi və direktoru bizimlə bərabər idim. Görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın.